cavablarınız tamamilə doğruydu. Mükəmməl cavablar verdiniz. Bunun üçün mən sizi ayrı seçkilik eləmək istəmirəm. Hər birinizin düzgün, doğru cavablarınıza görə sizin hər birinizə təşəkkür edirəm və sizə alqış sədaları ilə afərin deyirəm. Sabah Azərbaycanda tarixi bir gündür. İnformasiya carçıları, sabahki gün üçün hansı informasiyamız var? Buyur Fidan'ı görüm. Sabah 12 dekabr Heydər babamızın anım günü. Bəli, sabah 12 dekabr böyük insan, Azərbaycanın dövlət qurucusu, tutaq memarı Heydər babamızın, sizin dilinizcə desək, Heydər babamızın, ümumi liderimizin anım günüdür. Gəlin uşaqlar, Heydər babamızı hatırlayaq. Uşaqlar, biz Azərbaycan dili dərsini artıq yekunlaşdırırıq. Nəsimi bu dildə yazdı qanıyla, Xətai, Füzuli, şöhrət şanıyla, Ulu öndərin bir fərmanıyla, əbədi, müstəqil dövlət dilim. Heydər babamız haqqında, uşaqlar, bax, bu fərman verdi, dilimizi dövlət dədəsinə qaldırdı. Biz nə vaxt dilimizə deyə bilərik ki, o müstəqildir? Əlbəttə ki, müstəqil dövlətin vətəndaşı olduğumuza görə deyə bilərik ki, dilimiz də müstəqil dövlətdir, Azərbaycan dilidir. Uşaqlar, Heydər babamızın sabah anım günüdür. Ona görə biz xüsusi hazırlıq görməliyik. Sizə tapşırığım budur ki, ev tapşırığı olaraq hər biriniz Heydər babamız haqqında bir essə yazasınız. Siz bunu yazan zaman fikrinizə gətirməyin ki, o əgər dövlət, dünya səviyyəli siyasi xadimdirsə, o çox ciddi adam olur. O nə qədər ciddi adam olur, bu qədər hörmətli olsa da, o qədər də, o boyda da çox sadə, şən bir insan oldu. Gəlin uşaqlar, hamımız Heydər babamız haqqında bir video çıxarqa baxaq.
mehriban, belə bir böyük bir insan sabahının gündür. Sizin hər birinizə tapşırıram ki, Heydər babamız haqqında sabah ev tapşırığı olaraq kiçik həcmli bir essi, yəni həcmli inşa yazasınız. Aydınlı dərsiniz. Hörmətli qonaqlarınıza mən təşəkkür edirəm ki, dəyərli vaxtlarını bizim üçün istifadə etdilər, bizi görüşümüzə gəldilər, açıq dərsimizdə iştirak etdilər. İndi isə İnarə müəllimənin, əgər mümkündürsə, Heydər babamızın anım günü münasibəti ilə hazırlığı var, ona qulaq asaq. Ama bir bakın, Heydər babamızdır. Heydər mənim babamdır. Dudağını büzərək tez söylədi Gülgəzə. İnanmayın uşaqlar, qoyun danışım sizə. Bunu hamınız bilir. Heydər babamdır mənim. Evimizdə babamın çoxlu kitablar var. Kitabları oxuyur. Atam, anam axşamlar. Sevda dedi, yalandır. Heydər mənim babamdır. Nənəm deyir ki mənə, Heydərin nəvəsiyəm. Evimizdə şəkli var. Mənə baxıb gülümsər. Nənəm ondan danışır bizə hər axşam səhər. Deyir bizə bu xoş günləri Heydər baba veribdir. Bizə xoş gün vermək üçün çətin günlər görübdür. Qoşqa dedi, uşaqlar, bilirsiniz mesela, atam mənə deyib ki, Heydər mənim babamdır. Babam böyük adamdır. İnanmırsınız əgər siz, gəlin bizə gedək tez. Sizə danışsın anam, yalan danışmaz anam. Qərib, sevda, gübbət, İlqar, Araq, dəniz, danışıb gülər-gülər, qəlblər qorxaq-gülər. Uşaqların ürəyi Fatma xala şad oldu, sanki onun qəlbinə bahar havası doldu. Heydər babanın şəkli asılmışdı divarda, oradan baxıb gülürdü, xarqələr yaradan. Fatma xala söylədi, qulaq asın uşaqlar, Heydər mənim babamdır. Söyləməyə bilin ki, hamınızın haqqı var. Heydər baba çox sevir, hamınızı bala tək. Sevimli baba yoxdur, gəzsən bütün dünyanı, əziz Heydər baba tək. Xalqımızı ağ günə Heydər baba çıxardı, o bütün insanları qardaşlığa çağırdı. Haqsızlığın, zülmətin binasını uçurur, insanlara azərkən xoşbəxt bir dövran qurur. Onun sizə sevgisi dünya qədər genişdir. Sevin Heydər babanı, o əbədi günəşdir. Sevinirdi uşaqlar, bizim Heydər baba tək, sevimli babamız var. Rəhbərə hizmət verən elimiz, obamız. İcazə versəniz bir kəlmə məktəb haqqında bir əyləşin. Hörmətli təhsil işçiləri, bildiyimiz kimi bizim qarşımızda mən belə hesab edirəm ki, böyük bir attestasiya gedir. Strategiyamızdan əlaqədar olaraq məktəbimizdə də müzakirələr apardıq və qarşımızda belə bir məsələ olsun ki, biz bütün müəllimləri bu texnologiyanı mənimsəməyə öyrətməliyik. Bundan ötürü biz aqsalımızın bir küncündə belə bir şərait düzəltdik ki, müəllimlər biri açıq dərs verəndə sinif otaqlarımız balaca olduğuna görə biz orada dinləyicilərimizi, valideynlərimizi cəlb edə bilmirik oraya. Bu işə, bu prosesə həm də valideynlər cəlb olunmalıdır. Onlar da bunun ağırlı, çətin məqamlarını hiss etməlidir. Yəni, niyə görə bu kurikulum tədrisi çətindir, onun vəsaitlərin hazırlanması, valideynlərin buraya köməyə cəlb edilməsi, bu prosesləri həll etmək üçün biz belə bir şərait düzəltdik. Bilmirəm indi nə dərəcədə özünü doğrultacaqdır. Ancaq çalışmamız budur ki, kollektiv, mehriban bir şəkildə kim bildiyini yoldaşlarına öyrədərək, o bilməyənləri də bu cərgəyə gətirək. Məqsədimiz attestasiya zamanı məktəbimizin müəllimlərinin yüksək ixtisas dərəcəsi almaqdır. Bu uğrunda biz iş görürük və mən güman edirəm ki, bu gördüyümüz işlərin hamısı öz bəhrəsini verəcəkdir və sizə əmin edirəm ki, həmin attestasiyada məktəbimiz yüksək nəticə göstərəcək. Bu planı kollektiv bir nəfər kimi qəbul edir. Biz bu kurikulumla
vaxtilə metodistlər bilirdi ki, hər 6-cı gün biz bu tədbiri keçirirdik, bir açıq dərs buyurduq və müəllimlərə bilmədiklərimizi öyrədirdik. Görünür, öyrənirdik də. Eyni zamanda öyrənirdik də. Əgər biz rəhbərlər, mən rəhbərlər qarşısında da Qüvadə xanım ilə çıxışında da keçən dəfə dedi, biz özümüz bunları deyə bilməsək, yəqin ki, müəllimlərimizə qüsur tuta bilmərik. Onlara göstəriş verə bilmərik. Daha yaxşı olar ki, rəhbərlər özləri bu sahədə yüksək mütəxəssis olsunlar. Biz rayon təhsil şöbəsinə bu sahədə nə köməklik lazımdırsa, əlimizdən gələni eləməyə hazırıq. Həm maddi, həm mənəvi cəhətdə. Gəlişimizə görə bir daha təbrik edirəm. Yəqin ki, yoldaşlar açıq dərsimiz haqqında öz irad və təkliflərini deyəcəklər. Minnətdaram ki, vaxtınızı sərf edib bizimlə birləşdiniz. Sağ olun. Gəlmə qoy, mən də fikrimi bildirim. Deməli, əvvəla bizim bu tədbirdə iştirak edən və bu açıq dərsin təşkilində əməli olan müəllimlərimiz, şagirdlərimiz, təhsilçilərimiz, yəni bu işə olan xüsusi diqqəti qayğısıdır. Yəni bu sahədə hər birinizi uğurlar arzu edirəm və bugünkü bu işimizə görə də məktəb kollektivinə, məktəb rəhbərliyinə sözsüz ki, başda olmaqla təşəkkürümü bildirirəm. Mən arzu edirəm ki, bizim bu iş bütün məktəblərdə davamlı şəkildə ardıcıllıqla və bizim də iştirakımızla digər zonalar üzrə, o fənlər üzrə, ixtisaslar üzrə, o seçilən, sayılan, hansı ki, o örnək olacaq o müəllimlərin birinci növbədə iştirakı ilə və sonra davamlı olaraq bütün məktəb kollektivlərinin iştirakı ilə biz gərək bu açıq dərslərin təşkilini ardıcıl olaraq növbə ilə, o cədvəl qrafiklə bütün məktəblərdə təşkil edilir. Və bugün mən bunu özümə deməyə borc bilirəm ki, səhər bildiyiniz kimi Ulu Öndərin anım günüdür və mən onun arzularının, ideyalarının gerçəkləşməsi üçün bugünkü bu bizim gənc nəslin gələcəkdə o ideyalar, o amallar uğrunda mübarizəsinin düzgün qurulması üçün bugünkü gündə hər bir kəsə mən arzu edirəm ki, öz əməyini, öz biliyini, savadını, qabiliyyətini çox kiçicik də olsa öz töhfəsini versin. Və bu yolda hər birimizə təhsildə uğurlar arzu edirəm. Sağ olun, bugünkü əziyyətinizə görə də hər birinizə təşəkkür edirəm. Və mən bunu, hər bir müəllimin işinin, qabiliyyətinin hələ ilk addımlardır. Bir növ üzə çıxarılması, yeri gələndə bizim bu müəllimlərdən istifadə edib, digər məktəblərdə işimizi yüksək səviyyədə qurmaq, bu istiqamətdə hər birimizə uğurlar arzu edirəm. Sağ olun, sağ olun diqqətinizə görə. Mənim də üzrə hesab edeyim, rayonun bizim ümumi tədbirimizə görə mən, oradan qutaran kimi buraya gəldim, ona görə mənim üzrə hesab edərsən. Sağ olun. Onun birində bu tədbir bütün məktəblərdə biraz da müəllimlərin bu texnologiya olan münasibətini dəyişəcəkdir. Yəni, şərait düzəltmək lazımdır birinci. Mən elə başladım ki, mən Zavuşlara söz vermişdim ki, qısa müddətdə sizə təhvil verəcəm o işlərlə. Yeni təzə proyektlər aldıq. Şafiqlikdə müəllimlər eləcənə gəlib, yəni onlara buraların stola kimi qruplarda səs-küy eləmədən İşimizin başlanğıcıdır. Növbəti etaplarda get-gedə bu işi biraz da təkmilləşdirir. Sağ olun. Yəqin irəqlarına əgər bildirmək istəyirlərsə, kimin fikri var, fikri varsa, əzəldən Qüvadə xanım görmədi. Ona görə çox fikir söylə bilmirəm. Öncə mən bir təsirçisi olsaq da bu ideyaya görə sizə təşəkkür edirəm. Çünki bu gözəl ideya alınıbdır. Öncə deyim ki, bu dərsdən biz zövq aldıq. Mən özlüyümdə müəllimə sizə təşəkkür edirəm. Çünki çox gözəl dərs qurdunuz. Dərsiniz gözəl, səs tonunuz gözəl idi, fənlər arası əlaqəni çox gözəl qurdunuz, nitqiniz gözəl idi. Şagirdlərin hər biri, xüsusilə o sizin şagirdlərin ki, sinifin şüarını təqdim elədilər, çox gözəl bir emosiya ilə onu təqdim elədilər. Bax, bunu gözəl təşkil eləmişdiniz. Əməkdaşlıq gözəl idi, fənlər əlaqəsi arası əlaqə çox gözəl təşkil olunmuşdu. Amma bir-iki də münasib bildiyim bir şeylər deyim ki,